Bu videonu kim Amerikaya gəlmək istəyirsə və kim bu dəqiqə Amerikaya yolculuqdadırsa ona göndər. Mütləq xəbər olsun ki, sərhədlər bağlanıb. SB1 olan proqram bağlanıb. Artıq o proqram işləmir. Qeyri-qanuni keçsən, səni detention'a salasınlar. Detention Azərbaycan ilə türmə deməkdir. Bilmirsən nə qədər vaxt orada oturasın və səni Amerikaya buraxasılar, yoxsa Azərbaycandan ya da ki, başqa bir ölkəyə göndərəsilər. Avropadan, Azərbaycandan çıxan uşaqlar, ailələr, ehtiyatlı olun. Baxmırlar, ailədir, uşaqdır, hər kəsi geri göndərirlər. İlk 4-5 ay məncə qaynar fazadır. Bu fazalarda gəlməyə ehtiyac yoxdur. Ara sakitləşsin, bəlkə nəsə düzələr. Amma bu dəqiqə problem belədir ki, insanları bura buraxmırlar. Sərhədə hərbini, əsgərləri göndərirlər. Yəni məndən sizə demək, pulunuz axva ilə getməsin. Pulunuzu havaya tökməyin. Kimsə nə deyirsə yalandır. Ay Los Angelesə keçirirlər, ay neyinirlər, neçə min dollara. Hamısı yalandır. Maşenliklərə, dolandırıcılara pul verməyin, pulunuzu itirməyin. Məndən deməsi, siz də özünüz bilərsiniz. Bütün dostlarınızla göndərin. Yalnız viza və green card işləyir. Başqa heç bir şey işləmir. Qaynar fazadır bu dəqiqə. Bu dəqiqə sübut eləməlidir öz sözünü. Baxın, mən sizə dedim. Bu dəqiqə gün udan insanların günləri belə cancel olub. Hətta ailəlilər keçə bilmirlər. Baxın, ayın 31-nə kimi olan hər kəsi buraxasılar. Ondan sonra heç kim buraxmayasılar. Yenə də özünüz bilən məsləhətdir. Məndən deməsi, siz də özünüz bilərsiniz. Öpürəm, hər kəsə salam. Özünüzə yaxşı baxın. Çox təəssüf ki, belə oldu, amma bu faktdır.